Bismillah, elhamdülillah. Tirmizinin Əbu Hüreyrədən rəvayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm bu ayəti oxuyur. Yevmə idin tuhaddisu əxbərəhə. O gün yer öz əhvalatını danışacaqdır. Allah Resulü sallallahu aleyhi və səlləm bu ayəti oxuduqda sahabələr soruşur, deyir, ya Resulallah, hansı əhvalatı danışacaqdır yer? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, kişi və qadınlar hansı günahları işlətmişlər, yer o gün onu danışacaqdır. Bax, bu gün insanlar bəzən günahları gizli edərlər, gizlənərək günah edərlər. İnsanların gözündən saxlanaraq günah edərlər. Ancaq qiyamət günü isə o etdikləri yerlər, yerin özü danışacaq. İnsan bu gün o günahları gizlədir, insanların gözündən gizlədir, başqalarından gizlədir və hər hansı bir yerlərdə bu günahları edir. Qiyamət günü isə yer danışacaq. Başqa rəvayətlərdə keçir, insanın əli danışacaq, ayağı danışacaq, dərsi danışacaq. İnsanlar deyəcək, sizə nə olub? Yer danışır, əl danışır, ayaq danışır. Niyə danışırsınız? Axı sizə nə olubdur? Çünki bunlar insanın dünyada belə canlı şahidlərdir. Onlarsa deyəcək, bizi Allah danışdırdı. Ona görə günahlarımız biləyin ki, qiyamət günü bizim qarşımıza çıxacaq. Günahları etmədən əvvəl bunları düşünəyin. Bərakallahu fikum.